Salam. Bu videoda mən sizlərə vergi orqanlarına qəbul imtahanlarında və eyni zamanda yüksəliş imtahanında istifadə oluna biləcək maraqlı bir sual nümunəsini izahını verəcəm. Və xatırladım ki, sual Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu üçün və eyni zamanda yüksəliş müsabiqəsinə hazırlaşan tələbələr üçün, eyni zamanda vergi orqanlarına hazırlaşan tələbələr üçün nəzərdə tutulmuş test kitabçasından yer almış bir sual nümunəsidir. Deməli, sualın şərtində qeyd olunur ki, 2023-cü ilin birinci yarım ilində Azərpambıq Aqrar Sənaye Kompleksi ixrac göstəricilərini əks etdirən cədvələ əsasən tapşırığı yerinə yetirmək lazımdır. Bizə belə bir cədvəl təqdim olunub və bizdən soruşur ki, 2023-cü ilin birinci yarım ilində Azərpambıq Aqrar Sənaye Kompleksi MMC-nin ixrac etdiyi məhsulun dəyəri 2021-ci ilin analoji göstəricisindən necə fərqlənir? Yəni, nə qədər çoxdur, azdır? Burada deməli, diqqət etməli olacağımız müəyyən nüanslar var, onlara fikir vermək lazımdır. Birinci sualın şərtindən bizdən soruşur ki, necə fərqlənir? Yəni, bəzən olur ki, sırf bu tip suallarda tələbələr nəyə diqqət etməlidir, onları vurğulayıram. Necə fərqlənir? Məsələn, burada necə fərqlənir? Bu miqdarla artması da ola bilər, azalması da ola bilər. Bəzən bura necə fərqlənir, yox, neçə faiz fərqlənir və yaxud da neçə faiz çoxdur, neçə faiz azdır, bu cür formada şərt verə bilərlər. Artıq orada məsələn 100-dən müqayisə edəcəksiniz aldığınız cavabı. Məsələn, almısınız hesablayıb 40%, deməli 60% azdır, azalmaq deməkdir. Və yaxud da hesablayıb almısınız 130%, deməli 30% çoxdur, yəni 100-ə görə müqayisə edəcəksiniz. Bir də ola bilər ki, məsələn, bizə belə verə bilər, 2021-ci ilin analoji göstəricisinin neçə faizidir? O zaman isə aldığınız cavab, məsələn, hesablayıb almışsınızsa, məsələn, 60, deməli cavabınız 60-dır. Bu hissələri indi toxunacam izah yerində. Yəni, bu mütləq diqqət etməli olacağınız hissələrdən biri budur. Və cədvələ fikir versək, cədvəldə gördüyünüz kimi bizdə 2022-ci ilin birinci yarım üzrə və 2023-cü ilin birinci yarım ili üzrə müəyyən göstəricilər verib. Bu hissədəki göstəricilər ixracın dəyəri milyon dollarla, bu hissədəki isə öncəki ilin analoji göstəricilərinə nəzərən artma və azalma göstərilib, özü də faizlə. Bu vahidinə də fikir vermək lazımdır. Yəni, burada faizlə yazıbsa, deməli, plus 15.4, yəni əvvəlki ilə nəzərən 15.4 faiz artım deməkdir, minus 77.3 faizlə azalma deməkdir. Bəzən ola bilər ki, burada bizə vahidi, məsələn, faizlə yox, başqa, məsələn, manatla verə bilər. Manatla versə, artıq bu 15.4-ü neyəcəksiniz? Əvvəlki ilə nəzərən, deməli, 15.4 manat və yaxud da 15.4 milyon manat, 1000 manat və s. yəni artım olub. Bunlara mütləq fikir verməlisiniz. Bu misalı mən sizinlər üçün iki formada, iki fərqli üsulla həll etməyə çalışacağım. Biri uzun və eyni zamanda analoji, yəni hər kəsin istifadə etdiyi bir üsul, birisi isə qısa üsul olacaq. Bizdə gördüyünüz kimi, məsələdə 2023-cü ilin birinci yarım ili üzrə ixracın dəyəri milyon dollarla göstərilib ki, 10,8 milyon dollardır və bu əvvəlki ilə, yəni 2022-yə nəzərən 77.3% azalma baş verib. Biz bunu əlbəttə ki, buna görə 2022-ni və 2022-nin faiz artmasına görə 2021-də tapa bilərik və daha sonra 2021-dən 2023-ü müqayisə edə bilərik. Bu analoji yoldur. Yəni, 10,8 milyon dollar əgər əvvəlki ilə nəzərən 77.3% azalmadırsa, bizdə azalmanın çıxmaq həmişə 100-dən çıxırsınız. 100-dən çıxırsınız 77.3-ü bərabər qalır 22.7%. Deməli, əslində bu 10,8 əvvəlki ilin, yəni 2022-nin 27.5%-dir. 22.7%-dir. O zaman biz tənasib qursaq, 10,8-imiz əgər 22.7%-dirsə, biz 2022-ci ili 100% qəbul edib, onu tapacaqsınız ki, nə qədər edir x. Buradan x-i hesablaya bilərik. Görə x-in qiymətini eləyir. Deməli, 10.8 vuracaqsınız 100-ə, böləcəyik 22.7-yə. Nəticə alaraq, biz alırıq, deməli, 47 bərabərdir. 47,57,71. Deməli, bu nə deməkdir? Bu o deməkdir ki, 2022-ci ilin birinci yarım ili üzrə göstərici bu olub. 47,57,71. Bunu tapdıq burada. Artıq buranın da qiymətini tapmışam. İkinci mərhələyə keçirik. 2022-ci il isə nədir? Özündən əvvəlki, yəni 2021-ci ildə nəzərən 15.4% artımdır. 15.4 tapmaq üçün neyinirsiniz? Artım olduğuna görə 100-ün üzərinə gəlirsiniz. Yəni 100-ün üzərinə gəlirik. 15.4-ü o zaman eləyir 115.4%.
Yəni əslində bu göstərici, hansı ki bizim burada aldığımız bu göstərici 2021-ci ilin 115.4%-dir. İndi tənasübümüzü yenidən qururuq. Əgər bizim 47.5771 115.4%-dirsə, biz 2021-i 100% götürüb onu tapırıq. 100%-ında bir x götürüb bunu hesablayaq ki, görək bu x nəyə bərabərdir. Bunu da hesablayacağıq yenə eyni analoji qayda ilə. Deməli, 47,5771-i vururuq 100-ə. Böləcəyik 115.4-ə və nəticə olaraq biz alırıq 41,228. Deməli, 2021-ci ilin analoji göstəricisi 41,228-dir. Və bizə nə deyir? Deyir ki, sualın şərtində qeyd olunur ki, 2023-cü ilin birinci yarım ilində ixrac etdiyi məhsulun dəyəri, yəni 10,8, 2021-ci ilin analoji göstəricisindən, yəni 41,228-dən necə fərqlənir? Əlbəttə ki, burada fərqlər, məsələn, 40 manatla neçə milyon dollar azdır və yaxud da çoxdura baxmaq mənasızdır. O yüzden C ilə Y çıxır. Çünki 41 %228-dən 10-u çıxanda təxmini 31-ə yaxın 30 tam nə qədər salır? 30 milyon dollar alınır. Burada 20 milyon və yaxud 850 min dollar da bunu hesablamağa dəyməz. Bu yüzden biz faizlə olan nəticələrə baxacağıq. Əlbəttə ki 41,228 və 10,8 bu 10,8 ondan az olduğuna görə deməli bu çoxdan da söhbət gedə bilməz. Nəticə mütləq az olmalıdır. Yenə də tənasüb qururuq və 2021-ci ilə nəzərən müqayisə soruşduğuna görə biz 2021-də göstəricini, yəni 41,228-i 100% qəbul edirik və 2023-cü ildə olan göstəricini, yəni 10,8-in neçə faiz olduğunu hesablamaq lazımdır. Buradan da x bərabər nəsə bir qiymət alınacaq. Bunu da eyni analoji qayda ilə hesablasaq, deməli 41,228-i üzr istəyirəm, səhv hesabladım. Deməli 10,8-i vururuq 100-ə və bölürük 41,228-ə. Nəticə olaraq biz alırıq 26,19 və 58. Belə bir şey aldıq, belə bir ədəd aldıq. Və əlbəttə ki, bunun da neçə faiz çox və yaxud da az olduğunu, deməli 2021-ci ildə nəticə 100%-dir, 2023-də isə 26,1958-dir və bunu da nə edəcəksiniz? 100-dən fərqinə baxacaqsınız, yəni 100-dən nə qədər kiçik olduğunu tapmaq üçün bu 26,19-u 26,2 kimi də yuvarlaqlaşdırıb götürmək olar. O zaman siz 100-dən çıxmalısınız 26,2-ni və nəticə olaraq alacaqsınız 73,8% az. Düzgün cavabınız olacaq D variantı. Bu bunun analoji yoludur və gördüyünüz kimi kifayət qədər də mərhələli şəkildə biz bunu hesablamağa kifayət qədər də vaxt sərf edirik və əlbəttə ki bu imtahan üçün keçərli bir üsul deyil. Yəni bunu siz imtahana tətbiq etsəz kifayət qədər vaxtınız getmiş olacaq. Amma bunu qısaltma, daha qısa yolla da həll etmək olar və bu video izahətə çəkməkdə əsas məqsədindən biri budur ki, yəni bu tip məsələlərdə daha qısa üsul tətbiq edərək də bu məsələni həll etmək olar. O üsulumuz necə olacaq yoldaşlar? Buraları silirəm. Deməli, artıq bu hesablamaların heç birini aparmayacağım. Mənə yəni lazımdır. Bunlar hamısı artıq hesablamalardır. Bu ədədlərin mənə heç bir lazım deyil. Sadəcə faizlərdən istifadə etməklə mən 2021-i, 2023-ü 2021-ə nəzərən müqayisə edə biləcəm. Necə edirik onu? Deməli, burada gördüyümüz kimi 2023-cü il əvvəlki ilə nəzərən 77,3% azalma gedib. 2022 isə 2021-ə nəzərən 15,4% artım olub. Yəni 2021-ci ilə nəzərən olduğuna görə bu artıq biz bundan rahat bir şəkildə istifadə edə bilərik. Deməli, biz demişdik ki, həmişə artım olduqda nə edirik? Yəni dərslərin izahında mən bunu vurğulamışam tələbələr üçün. Artım olduqda həmişə bu göstərilən faizi 100% üzərinə gəlirik. Yəni 2022-ci ildə 21-ə nəzərən 15,4% artım olduğuna görə biz 100-ün üzərinə 15,4 gəldik. Deməli, bu eləyir 115,4%. Azalma olduqda isə nə edirdik? Həmişə yenə də 100-dən qeyd olunan ədədi çıxırıq. Yəni, burada 77,3% azalma olur. Bu da eləyir 22,7% nəticə budur. Və əlbəttə ki, bayaqki üsulla hesablayası olsa gördüyünüz kimi kifayət qədər vaxt gedir. Biz bunu necə hesablayırıq? Yəqin ki, orta məktəb riyaziyyat kursundan yadında qalan tələbələr yəqin ki, olar.
Mürəkkəb faiz artım düsturu və ya da azalma düsturu, yəni bundan istifadə etmək olar və onun əlbəttə ki, o düsturdan istifadə etmək də biraz daha çətindir. Onun qısaltma yolu necə olacaq? Məsələləri biz bunu necə tətbiq edirik yoldaşlar? Deməli, artımımız yəni sondan əvvələ qayıdırıq. 77.3% azalma dediyi 22.7-dir. 22.7 vurursunuz 115.4-ə, çünki özündən əvvəlki bu da 115.4% olmuşdur. 115.4-ə böləcəksiniz 100-ə və buradan aldığınız cavab olacaq sizin cavabınız. Hansı ki, yenə də onu bayaqki kimi analoji olaraq hesablasaq, o zaman 22.7 vurursunuz 115.4-ə bölürük nəticəni 100-ə. Aldığımız cavab 26,958, yəni 19,58. Elə gördüyünüz kimi bayaqki burada alınan ədəddir. Yəni bunu da biz yuvarlaq olaraq 26,2 götürə bilərik və 100-dən də 26,2-nin fərqi bizə verəcək nə qədər? 73,8. Yenə də düzgün eyni cavabı ala bilərik. Təxmini aldıq burada 26,2 və sonra da 100-dən fərqinə baxıb cavabınızı rahat bir şəkildə hesablaya bilərsiniz. Yəni sadəcə bir sətr, yəni 2 dənə ədədi bir-birinə vurub 100-ə bölməklə də bu misalın cavabını rahat bir şəkildə, yəni bu üsulla tətbiq eləsəz 30 saniyə, 40 saniyə ərzində də bu sualı rahat bir şəkildə cavablaya bilərsiniz. Bəs belə bir sual çıxa bilər ortalığa ki, yəni həmişə belə olurmu? Burada biraz müəyyən dəyişikliklər ola bilir. Necədir o dəyişiklik? O dəyişikliyi də göstərim. Dəyişikliyimiz ondan ibarət olacaq ki, biz burada gördük ki, sürətdə 2 dənə ədədi bir-birinə vurduq. Yəni artma, azalma, biri artmadır, biri azalmadır. Bir-birinə vurduq və böldük 100-ə. İkisi də artma olsaydı, ikisini də yenə artıracaqdınız. Yenə bir-birinə vurub böləcəksiniz 100-ə. İkisi də azalma olsa, yenə də azaldıb böləcəksiniz 100-ə. Fərq nədir yoldaşlar? Fərq bir dənə odur ki, əgər siz sürətdə 2 dənə ədədi bir-birinə vurursunuzsa, məxrəcdə bir dənə 100 olacaq. 3 dənə ədədi bir-birinə vurursunuzsa, misal üçün A vur, B vur, C, bu zaman 2 dənə 100-ə bölməlisiniz. Bunun izahı var, dəstə bunu qeyd eləmişəm, amma bu videoya yerləşdirmək biraz daha böyük olacaq, ona görə yazmıram. Qısaltma olaraq elə belə yadda saxlaya bilərsiniz. Və yaxud da ki, sürətdə 4 dənə də bir-birinə vursanız, A vur, B vur, C vur, D olsa, o zaman siz 3 dənə 100-ə bölməlisiniz. 100 vur 100, vur 100. Yəni həmişə sürətdə vurduğunuz ədədlərin sayından bir vahid az, aşağıda 100-ə bölürsünüz və rahat bir şəkildə misalınızı hesablaya bilərsiniz. Belə, bu tip məsələlərin izahı üçün daha qısa, daha alternativ yol olaraq bu üsuldan istifadə edə bilərsiniz və video izaha baxıb bu tipdə qarşınıza çıxan məsələlərə tətbiq edərək biliklərinizi dərinləşdirə bilərsiniz. Təşəkkürlər.